Salam. Bu videoda trapeziyanın diagonalları ilə tərəfləri arasındakı münasibət düsturunu verəcəm və isbat edəcəm. Deməli, trapeziyamız ABC'dir. Oturacaqları AB, yan tərəfləri C'dir. Diagonalları D1, D2 olsun. Yəni burada D1 AC diagonalıdır. Yəni bütün AC diagonalı D1'dir. BD diagonalı uzunluğu D2'dir. O zaman belə bir düstur doğrudur. D1 kvadrat plus D2 kvadrat bərabərdir C kvadratı plus D kvadratı plus 2AB. Bu düsturu fərqli üsullarla ispat edə bilərsiniz. Kosinüslər teoremindən də ispat eləmək olar. 2 hündürlük çəkib də ispat eləmək olar. Dördbucaqlar üçün Euler teoremindən də alınır bu xüsusi halıdır, yəni onun. Mən bu videoda onun fərqli bir isbatını verəcəm, öz isbatını verəcəm. Bunu məktəbdə 8-də oxuyanda eləmişdim. Stewart teoremini öyrəndən sonra. Birinci kosinüs teoremindən eləmişdim bunun isbatını. Sonra Stewart teoremi görəndən sonra fərqli bir isbat elədim. Bugün o isbatı verəcəm. Deməli, trapeziyamız ABC'dir. B nöqtəsindən AC diagonalına paralel çəkirəm. Və o zaman YBSA paralelogram olur. Gördüyünüz kimi YBSA bir paralelogramdır. Bir paralelogramdır. Sonra C nöqtəsindən BD'ye bir paralel çəkirəm. Yəni burada BY paraleldir AC'ye. Sonra SF paraleldir BD'ye. Bir sözlə BSFD de bir paralelogramdır. İndi üçbucaq YBD'də Stewart yazacağım. Üçbucaq YBD'də Stewart teoremi yazaq. Stewart teoreminə görə Stewart teoremini ispat eləmişdik. Onda bir videosunu çəkdim. C'nin kvadratı nəyə bərabərdir? C kvadratı bərabərdir. Elə bir ki, kəsənimiz YBD üçbucağında C'dir. Olacaq D1'in kvadratı vurulsun A. D1 kvadratı A plus D2 kvadratı B bölünsün A plus B. Gördüğünüz gibi o YBSA paralelogram olduğuna göre YA da B'ye beraberdir. Çıxılsın AB. Sonra üçbucaq ASF'də Stewart yazaq. Üçbucaq ASF'də Stewart teoreminə görə nə yazacağıq? Deməli, D'nin kvadratı bərabərdir. Görürsünüz ki, burada C'də kəsəndir. D'nin kvadratı bərabərdir. Şəkilə baxırıq. Olacaq ASF'də baxırıq. D'nin kvadratı bərabərdir. D1 kvadratı vurulsun B. D1 kvadratı B plus şəkilə baxıq. D2 kvadratı A. D2 kvadratı A bölünsün yine A plus B minus AB. İndi baxın, burada bir ulduz var. Bir de iki ulduz var. Bu iki bərabərliyi tərəf-tərəfə toplayaq. Nə alınacaq? C'nin kvadratı plus D'nin kvadratı bərabərdir. Olacaq A plus B'də ortaq məxrəc eynidir A plus B. D1'in kvadratını mötərizə xalinə çıxartsaq A plus B. O birisindən də D2'nin kvadratını mötərizə xalinə çıxartsaq yenə A plus B. Minus 2AB. Nə alınır buradan? Yenə də A plus B'ni mötərizə xalinə çıxartsaq A plus B'lər gedəcək. Olacaq D1'in kvadratı plus D2'nin kvadratı minus 2AB olacaq. Buradan da D1'in kvadratı plus D2'nin kvadratı bərabərdir
S kvadratı plus D kvadratı plus 2AB. Bununla da teorem ispat olundu. Gördüğünüz kimi Stewart teoreminin köməyi asanlıkla hiç trigonometriye falan bulaşmadan Stewart'ın köməyi bu teoremi ispat ettik. Növbəti videoda görüşərik. Sağ olun.